Yəni mən bəlkə özümə qalsa yox, mən tez ailə qurmazdım. Necə ki, qız övladımız var. Bəli, Düşünmürəm Allah ki, saxlasın. tez ailə qursun. Çox sağ ol, Allah bütün balaları saxlasın. İstəyirəm ki, o deyir, meyvə yetişəndə onu dərəndə daha gözəl olur. Mənim Bəli. qızım o tələbəlik illərini yaşasın, misal üçün, istədiyi karyerasını qursun və sonra bu haqda düşünərik. Mən ona da elə demişəm. Tələbəlik demişdi, bir fikrində də demişsən, məni həyat yoldaşım universitetə Aparıb gətirib, təsəvvür Yəni o vaxtdan bu vaxta mənə elə gəlir ki, bütün hara gedirsən, yanındadır, səni aparıb gətirir hər yerə. Həmişə, hətta həyat yoldaşımı şofer bilirdilər o vaxtda. Çünki bəzən Yəni bu sıxmır səni. yox. Yəni hər addımında yanındadır, hər yerə səni aparıb gətirir. Bəzilərinə, siz bəzən elə cümlələrim var ki, onu danışmaq istəmirəm, sözüm içimdən gələn. Çünki bəzən elə bilirlər ki, mən bunu kameraya oynayıram. Bəlkə də kamera üçün deyirəm, amma düzünü desəm, olmayanda o zaman sıxılıram. Yəni darıxıram, elə bir nəsə qorxmuş kimi, nəsə çatmır kimi. Bax belə bir şey olur ki, məndə elə bilirəm təkəm də. Məni inanırsınız, belə qovsam belə, get qızlarla otur, hardasa nəsə onsuz bir yerdə otur, əylən. Mən getmək istəmirəm. Arada özü də deyir ki, bax qızlar deyir də mənə bəzən ki, gedək hardasa oturaq, səhər yeməyi yeyək, nə bilim, nə iş görək. Mən gedə bilmirəm. Artıq yəqin ki, mən də belə formalaşmışam. Elə bil ki, onsuz ürəyim sıxılır. Yəni az bir zaman deyil. Məni Natiq böyüdü. 20 ilə yaxın. Bəli. 20 Baxın, ilə 18 il öz evimdə olmuşam ailəmlə. Və artıq 20 ildir də Natiqləndir. Onlardan daha çoxdur. Məndən bir yerdə vaxt keçirdi. Yəni nə